Əziz şagirdlər, bugünkü dərsimizdə mexaniki dalğa haqqında məlumat verəcəyik. Başlayaq. Deməli, mexaniki rəqslərin elastiki mühitdə yayılmasına mexaniki dalğa deyilir. Elastiki mühit nədir? Zərrəcikləri arasında elastiki təbiətli qüvvələr olan mühitə elastiki mühit deyilir. Və həmin mühitdə dalğanın yayılması, rəqslərin yayılması mexaniki dalğa adlanır. Mexaniki dalğa yalnız, yəni tərifindən də bəlli olduğu kimi, mexaniki dalğa yalnız mühitdə yayılır, vakuumda yayıla bilmir. Mexaniki dalğa zərrəciklərin rəqsi ilə dalğanın yayılma istiqamətinə görə iki növə ayrılır. Birinci növümüz olacaq eninə dalğa. Eninə dalğa. İkinci növümüz olacaq uzunluğa dalğa. Uzunluğa dalğa. Eninə dalğa nədir? Zərrəciklərin rəqsi dalğanın yayılma istiqamətinə perpendikular yönələrsə belə dalğaya eninə dalğa deyilir. Eninə dalğa yalnız bərk halda yayıla bilir. Zərrəciklərin rəqsi dalğanın yayılma istiqaməti üst-üstə düşərsə, belə dalğa isə uzunluğa dalğa deyilir. Uzunluğa dalğa üç aqreqat halının üçündə də baş verir. Həm maye, həm bərk, həm də qazlarda yayıla bilir. Və yayılma sürətinə diqqət edəcək olsaq, bərk cisimlərdə daha böyük sürətlə, sonra mayelərdə, ən kiçik sürətlə isə qazlarda yayılır. Mexaniki dalğanın yayılma sürəti isə dalğanın qət etdiyi məsafənin zamana nisbəti ilə təyin olunur və bərabərdir L bölünsün T düsturu ilə hesablanır. Dalğanın bir periyod ərzində çatdığı məsafəyə dalğa uzunluğu deyilir. Dalğa uzunluğu lambda hərfi ilə işarə olunur. Dalğa uzunluğunun vahidi 1 metrdir. Artıq bir periyod ərzində dalğanın çatdığı məsafə dalğa uzunluğu olduğuna görə biz dalğanın sürətinin dalğa uzunluğu və periodla əlaqəli düsturunu yaza bilərik. V bərabər lambda bölünsün T. 1 bölü T-nin də yerinə nü yazası olsaq, lambda nü ifadəsini almış olarıq. Bax, bu mexaniki dalğada dalğanın yayılma sürətidir. Burada bir cins mühit anlayışımız var şagirdlər. Bir cins mühitdə dalğanın yayılma sürəti sabitdir. Yəni biz periodu tezliyi dəyişsək də dalğanın yayılma sürəti dəyişməyəcək. Və bir mühitdən başqa mühitə keçdikdə isə mühiti dəyişdikdə bu zaman isə tezlik və periodumuz, lambda yazdım, üzr istəyirəm. Tezlik və periodumuz sabit qalır. Yəni bir mühitdən digər mühitə keçdikdə dalğanın periodu və tezliyi sabit qalır. Bir cins mühitdə isə sürət sabit qalır. Buradan da anlaşıldığına görə sıx mühitə keçiriksə sürətimiz çoxalır, seyrək mühitə keçiriksə sürətimiz azalır. Dalğa uzunluğu da sürətlə düz mütənasib olur bir mühitdən digər mühitə keçdikdə. Bu oldu bizdən ötürü mexaniki dalğa və mexaniki dalğanın sürəti məsələsi. Dalğanın qrafik olaraq dalğa uzunluğunun təyin olunması məsələsində, məsələn, tutaq ki, x-in r-dən asıllıq, məsafədən asıllıq məsələsi var. Deməli, şagirdlər bunu bir Kosinus-Soyut qanunu ilə dəyişdirsək, yadda saxlamaq lazımdır. Məsələn, tutaq ki, bura 1 nöqtəsi yazsam, 2 nöqtəsi yazsam, 3 nöqtəsi yazsam, bilin ki, 1 və 3 nöqtələri eyni fazada rəqs edən nöqtələrdir. 1, 2 və 2, 3 isə əks fazadakı nöqtələrdir. Əks fazadakı nöqtələrdir. Ona görə biz tərifi bu şəkildə deyəcəyik. Dalğa uzunluğu bir periyod ərzində çatılan məsafə olduğuna görə yenə də sayacaq 4 takt. 1, 2, 3, 4. 4 takta uyğun məsafəmiz bizdən ötürü dalğa uzunluğudur. Ona görə də eyni fazadakı iki ən yaxın təpə nöqtə arasındakı məsafə nəyə bərabərdir? Dalğa uzunluğuna bərabərdir. Əks fazadakı iki ən yaxın nöqtə arasındakı məsafə isə, bax bu məsafədir, həmən məsafə bizdən ötürü lambda bölünsün 2-dir. Yazıram burada, əks fazada rəqs edən iki nöqtə arasındakı məsafə. İki nöqtə arasındakı məsafə dalğa uzunluğunun yarısına bərabərdir. Yəni lambda bölünsün 2-yə bərabərdir.
eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafə, iki ən yaxın nöqtə arasındakı məsafə dalğa uzunluğuna lambdaya bərabərdir. Buna qayda olaraq demiş olduq. İndi sayası olacaq şarjlər, məsələn 1, 2, 3 dənə təpəmiz var və burada bir dənə də lambdamız var şarjlər. Ona görə də birinci və üçüncü təpə nöqtə arasındakı məsafə lambdaya bərabərdir. Ona görə də n-ci və m-ci təpə nöqtə arasındakı məsafə L bərabərdir. M çıx N vurulsun lambda düsturu ilə hesablanır. Məsələn, tutaq ki, bura bir məsələdə deyək. Bizə desək ki, 5-ci və 2-ci təpə nöqtə arasındakı məsafə tutaq ki, 10 metrdir. Dalğa uzunluğu məsələn tap. Biz nə edəcəyik? 10 metr deməyək, yəni 18 metr deyək. Dalğa uzunluğu bərabərdir suala. Mən biləcəm ki, bizim məsafəmiz 5-2 vurulsun lambdaya bərabərdir. Yəni 3 lambdaya bərabərdir. O isə 18 metrdir. Onda lambdamız olacaq 6 metr və s. Yəni bu tipli məsələmizi belə həll edə bilərik. Bu oldu bizdən ötürü mexaniki dalğa. Mexaniki dalğaların da növləri var şarjlər. Məsələn, səs dalğaları var və seismik dalğaları var. Səs dalğaları nədir? Ümumiyyətlə fizikanın səs bəhsini öyrənən bölməsi akustika adlanır. Eşitmə duyğusu yaradan dalğalara səs dalğaları deyilir. Səs dalğaları tezliyinə görə 3 qrupa ayrılır. Birinci, insanın eşidəcəyi səs var. İnsanın eşidəcəyi. Onun tezliyi 16 Hz ilə 20.000 Hz arasında dəyişir. İkinci, infrasəs var. İnfrasəslərdə isə tezliyimiz 16 Hz-dən kiçik olur. Və üçüncü, ultrasəs. Ultrasəsdə isə tezliyimiz 20.000 Hz-dən böyük olur. Belə. Sonra tezliyimiz tonu və gürlüğüne görə ayrılır. Tezliyin tonu, daha doğrusu səsin tonu tezliklə düz mütənasib asılıdır. Məsələn, hər hansısa bir x-i kosinus omega t tənliyi verilibsə, səsin tezliyini, tonunu daha doğrusu tezliklə müqayisə edəcəyik. Səsin gürlüğünü isə amplitudla müqayisə edəcəyik. Gürlüq. Belə. Səsin gürlüğünün vahidi 1 desibeldir. 1 dB yazılır. Açılışını yazıram. Desibel. Bu səsin gürlüğünün vahididir. Belə, səs dalğaları uzunla dalğalardır. Həm bərkdə, həm mayedə, həm də qaz olan mühitə yayıla bilir. Səsin maniyədən qayıtması hadisəsinə əks səda deyilir. Səsin maniyədən qayıtması hadisəsinə əks səda deyilir və maniyədən olan məsafə təyin olunur. S bərabərdir. VT bölünsün 2 düsturu ilə hesablanır. Buna deyəcəyik kəşfiyyat məsafəsi. Kəşfiyyat məsafəsi. VT bölünsün 2. Niyə VT bölünsün 2? Çünki səs eyni zamanda gedib həm də geri qayıdır. Ona görə həmin məsafəni 2 dəfə getdiyi üçün 2-yə böldük. Maniyələrin yerinin aşkarlanması hadisəsinə səs lokasiyası deyilir. Səs lokasiyası səs lokatorlarından baş verir. Dənizlərin, göllərin dərinliyini ölçmək üçün exolot adlanan cihazdan istifadə olunur. Növbəti dalğamız seismik dalğadır. Seismik. Zəlzələ nəticəsində yaranan dalğalara seismik dalğalar deyilir. Və seismik dalğalar seismoqraf adlanan cihazla ölçülür. Seismik dalğalar seismoqraf adlanan cihazla ölçülür. Seismik dalğalar özləri də 3 növə ayrılır. Birincisi P-tip dalğa. P-tip dalğa eninə dalğadır.
Daha doğrusu tərsinə uzunluğa dalğadır. Üzr istəyirəm şagirdlər. P tip dalğa uzunluğuna dalğadır. Yer təbəqələrinin rəqsinə perpendikülər istiqamətdə yayılır. İkincisi S tip dalğa. S tip dalğa eninə dalğadır. Yer təbəqələrinin sıxlaşması və seyləşməsi nəticəsində yaranır və seismoqrafın ikinci qeyd etdiyi dalğa S tip dalğadır. Üçüncü isə L tip dalğadır. L tip dalğa. L tip dalğamız da eninə dalğadır. Və yer səthi boyunca yayılaraq zəlzələnin dağıdıcı fəlakətini yaradır. L tip dalğanın sürəti kiçik olsa da periodu və dalğa uzunluğu çox böyükdür. Buna görə də dağıdıcı fəlakət yarada bilir. Üzr istəyirəm. Bu qədər şagirdlər, dalğalar haqqında bu qədər məlumatımız kifayətdir. Bütün məsələlərimiz hamısı da elə bu düsturlara əsasən təyin olunur. Bir də burada bizim fazalar fərqinin düsturu var. Fəzanın verilmiş iki nöqtəsi arasındakı fazalar fərqinin düsturu 2 pi delta r bölünsün lambdadır. Burada lambda dalğa uzunluğudur, delta fazalar fərqidir, delta r isə yollar fərqidir. Yollar fərqi. Belə. Diqqətinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın. Bəyənin, paylaşın ki, hər kəs bundan istifadə eləsin. Yenə də təkrar deyirəm, hər videomda deyirəm bunu. Burada əsas məqsədim sizə əsas düsturları çatdırmaqdır. Yəni, burada dərsi ümumi şəkildə izah eləmək yox. Əsas düsturları, əsas məsələləri, imtahanda bizim qarşımıza çıxa biləcək məsələləri çatdırmaqdır. Bu qədər, sağ olun, təşəkkür edirəm.